Hər vaxtınız xeyirli olsun, hörmətli izləyicilər. Möhtəşəm bir evin təqdimatını aparırıq. Tay bərabəri olmayan bir evdir. Yan tərəfdən qaraja keçid qoyulub, bu yolun düzəlməyi qalır. Birinci və ikinci mərtəbəsi monolit betonlu 5 otaqdan ibarətdir. Paket Kutsal dövlət ipotekasına yararlı evdir. Görüş əlavə piyadalar üçün qapı, maşın üçün əlavə darvaza və qeyd edeyim ki, ev 3 mərtəbədən ibarətdir. Alt hissəsi qarajdır. O hissəni də sizə göstərəcəm. Evin daxilindən də qaraja keçid var. 2 yerdən evin daxilindən qaraja keçid var ki, onları da sizə göstərəcəm. Bir çöl hissədən, bir də evin içindən, daxilindən. Həyətyanı sahədə baxın, belə bir besetka düzəldilib. Buradan rahatlıqla alt mərtəbəyə keçid ala bilirsiniz. Evin birinci və ikinci mərtəbəsi monolit betonlu paket kutusalı evdir. Bu keyfiyyətdə, bu qiymətdə hazırda ikinci bir ev yoxdur, hörmətli izləyicilər. Çox möhtəşəm qiymətdən təklif olunur və çox möhtəşəm bir evdir. Birinci, ikinci mərtəbə monolit betonlu, dam örtüyünün alt hissəsi də izolyasiya olunub. Sonda sizə bu hissəni göstərəcəm, ya da elə əvvəlcədən göstərim. Evin daxili təmiri çöl görünüşündən daha gözəldir. İzləmədə qalın, mən sizə bütün incəlikləri göstərəcəm, hörmətli izləyicilər. Baxın, bu hissə əlavə əşyalarınızı yığmaq üçün istifadə edə bilərsiniz və yaxud da ki, öz istəyinizə uyğun olaraq digər məqsədlər üçün istifadə edə bilərsiniz. Bu hissə sırf əlavə əşyaların yığılması üçündür və yaxud da ki, dediyim kimi, digər məqsədlər üçün istifadə edə bilərsiniz. İndi gəlir bu hissəyə, bu evin daxilindən olan keçiddir. Onu da sizə göstərəcəm. Evin daxilindən birinci yaşayışın birinci mərtəbəsindən düşürsünüz bu hissəyə. Birinci mərtəbənin artıq gördüyünüz mərtəbə arası da monolit betondur. Bir və ikinci mərtəbə monolit betondur. Burada əlavə olaraq sanuzel otağı da mövcuddur. Baxın. Texniki otaqda həm də ki, kombo aparatının yeri də özünüzə uyğun. Sanuzel də düzəltmək olar. Burada kombo aparatı burada quraşdırılacaq. Burası isə qaraj hissədir. Qaraj hissədə bir maşın sərbəst şəkildə daxil ola bilər. Kolon və recerlər vasitəsilə inşa olunub. Jalüz qapıdır, açmışıq. Yəni, qapanır, uzaqdan dörülmə sistemlə təchiz olunub. Bu evin alt hissəsidir, hörmətli izləyicilər. Deməli, çox əla bir evdir, həqiqətən də. Elə çöldən keçid alaq, mən sizə daxili keçidi bu hissəni daxildən göstərəcəm. Masazırda yerləşir ev. Tam storun arxa tərəfində mərkəz yolu 2 dəqiqəlik maşınla məsafədən 10-15 dəqiqəlik ayaq məsafəsində yerləşir. Həyətyanı sahədə bu qaydadadır. Bu hissəyə də bir maşın sərbəst daxil ola bilər. Evin yaxınlığında məktəbi, bağçası, marketləri, bazarı, böyük supermarketlər şəbəkəsi və s. hər biri mövcuddur, hörmətli izləyicilər. Tam yaşayışlı bir ərazidir. Baxın, həyətyanı sahə bu qaydadadır. İndi gəlin evin daxilindən başlayaq. Evin birinci mərtəbəsi bütünlüklə istipoldur, hörmətli izləyicilər. Baxın, giriş isə bu qaydadadır. İkinci mərtəbəyə qalxan pilləkən. Yəni, bu elə bir evdir ki, bundan satışda ikinci biri yoxdur. Buna görə də fürsətdən istifadə edin. Qapıların cəftəsinə kimi fikir verin. Ən bahalı cəftələrdəndir, hörmətli izləyicilər. Baxın, solda yerləşir evin zal hissəsi. Ümumilikdə 5 otaqdan ibarətdir. Yaşayış mərtəbəsi. Burada belə bir televiziya üçün stend yığılıb. Baxın, belə bir stend, haradasa 30 kvadrat metrli bir zal hissə mövcuddur. Əlavə olaraq radiator xətləri də çəkilib. 2 santexnik işi görülüb. İstipol və paralel olaraq radiator sistemi çəkilib hazır vəziyyətdədir. Bura evin zal hissəsi. Daha sonra buranı axırda göstərəcəm sizə. Burada yerləşir evin mətbəx sahəsi və mətbəxdən yataq otağına keçid qoyulub bu hissədən. Baxın, hörmətli izləyicilər. İkinci mərtəbəyə qalxa bilməyən yaşlı şəxslər üçün ola bilər və yaxud da ki, özünüzə uyğun olaraq daha rahat ola bilər burası. Bura mətbəx sahəsi, mətbəxin də pəncərəsinin qarşısı açıqdır. Bura isə yataq otağı, yataq otağının da pəncərəsinin qarşısı tam olaraq açıqdır. Bir daha qeyd edeyim, deməli bu mərtəbədə 2 santexnik işi görülüb. İstipol və radiator xətləri çəkilib paralel olaraq. Bütün materialların ən keyfiyyətlisindən istifadə olunub, zövqlə təmir olunmuş bir evdir. Bu ilk mərtəbənin sanuzeli. Ev 4 tərəfdən cüt kubiklə inşa olunub, təkli var yoxdur. Birinci və ikinci mərtəbə monolit beton, 60-ın 60-a fundament üzərində tikilib və ikinci mərtəbənin yekunda beton kəmər atılıb, o cümlədən dam örtüyü izolyasiya olunub. Burada bayaq qeyd etdiyim kimi evin daxilindən olan keçiddir, hörmətli izləyicilər. Bu hissəni sizə bayaq göstərdim. Mən ancaq bura qədər olan hissəni göstərəcəm. Alt hissəni bayaq sizə göstərdim. Birinci mərtəbənin kollektor sistemi burada yığılıb. İndi qalxırıq ikinci mərtəbə. İkinci mərtəbədə yerləşir
3 yataq otağı və sanuzel. Ümumilikdə 5 otaqdan ibarətdir. Geniş heyvan sahəsi mövcuddur. Ümumi olaraq dəhlizdən çıxış mövcuddur. Balkona və yataq otağından çıxış mövcuddur. Buradan sizə balkon sahəsini göstərim. Evin 100 metrliyindən metroya gedən marşrut keçir. Araz marketi, məktəbi yaxınlığında böyük digər marketləri tam storun arxa tərəfinə düşür. Burada da ümumi enli balkon görürsünüz. Çox böyük bir balkonu var. Yataq otağından da keçid buradandır. İndi otaqları da sizə göstərim. 3 ədəd bir-birindən gözəl yataq otağı var burada. Fikir verin, bütün materialların ən keyfiyyətlisindən istifadə olunub. Aboyundan tutmuş, pirintusuna kimi, laminatına kimi. Laminatın da diagonal vurulmağı özü belə böyük bir gözəllik verir evə. Yataq otaqlarının biri, bayaq qeyd etdiyim kimi, buradan da balkona çıxış var. Bura bir yataq otağı. Daha sonra təqdimat uzun çəkir, ancaq ev böyük olduğundandır. Burada növbəti belə bir yataq otağı. Baxın, hörmətli izləyicilər, gözəl bir yataq otağı var burada. Belə bir yataq otağı. İkinci mərtəbədə artıq hiss edilmə radiator vasitəsilə təchiz olunur. Növbəti ümumilikdə 5-ci otaq və sanuzel. Evin qiyməti 165 mindir. Paket Kutsal Dövlət İpotekasına yararlı evdir. 1-2-ci mərtəbəsi monolit beton, 2-ci mərtəbənin yekununda beton kəmər və izolyasiya olunub. Daha ətraflı məlumat üçün əlaqə saxlamağı unutmayın. Kanalıma abunə olmağı, bildiriciləri açmağı unutmayın. Satışda hər bir cığın evlərimiz var. Nömrəm 077 744 36 33. Sağ olun, hələlik.